Salamlar, hamınızı xoş gördük. Ümid edirəm ki, çox yaxşısınız. Bu YouTube kanalım üçün hazırladığım ilk podkastdır. Hər birimizə xeyirli olsun. Ümid edirəm ki, bu podkastdan zövq alacaqsınız və öyrənəcəyiniz detallar olacaq. İlk mövzumuz şuuraltı dəyişimin ən sevilən 5 güclü tərəfidir. Ümumiyyətlə, şəxsi inkişaf yoluna girən insanlar başqasında gördükdə və ya məsələn belə deyək, yaxınında, qohum-əqrabada, dost-tanışda, iş yerində birinin həyatında artıq dəyişimləri görməyə başlayırsan və yavaş maraqlanmağa başlayırsan. Baxın, bu danışacağımız şeylər məhz ətrafdakı insanlarda sənin də ilk diqqətini çəkən detallardır. Bunlardan birincisi, insanlarda daxili gərginliyin azalmasıdır. Yəni, belə deyək, qorxu hissi, narahatlıq, gərginlik, özünü günahlandırma, bu kimi şeylər artıq yavaş-yavaş aradan qalxır. Bu necə baş verir? İnsan artıq yaşadığı şeylərin, hiss etdiklərinin bir anlamı olduğunu, boşu-boşuna olmadığını və hazırda etdiyi şeylərin də ona təsir etdiyini bildiyinə görə artıq bir məsuliyyət anlayışı formalaşır. Yəni, gərəksiz bir məsuliyyətdən qurtulur. Belə deyək ki, məsələn, indiyə qədər və deyək ki, şuuraltı dəyişim yoluna girənə qədər keçmişdə etdiklərinə görə hər gün peşmanlıq yaşayırdı, hər gün gərginlik yaşayırdı. Zihni indiki anı görə bilmirdi. Davamlı keçmişi müqayisə eləyirdi, keçmişlə qalırdı, keçmişdə səhvlərini kaş elə etməzdim, kaş belə edərdim şəklində düşünür. Bugünü yaşaya bilmir, bugünü yaşaya bilmədiyinə görə də zihni aktiv ola bilmir. Zihni davamlı təhlükədə qalır. Və belə olduğu halda insanın hər hansı bir inkişafından söz gedə bilməz. Yəni, düşünün ki, davamlı bir yerdə savaş gedir. O savaş gedən yerdə hər hansı bir inkişaf, hər hansı bir dəyişim ola bilərmi? Yox. Orada davamlı bir yıxım olacaq. Və şuuraltı dəyişimin ilk insanlarda ən sevilən, ən güclü tərəflərdən biri məhz budur ki, daxili gərginliyi azaldır və bunun yerini rahatlığa verir. Çünki insan nə baş verdiyini görür, nə baş verdiyini anlayır. Artıq ondan asılı olmayan səbəblərə görə qorxu yaşamır, narahatlıq yaşamır, gələcəyə görə yaşadığı təşvişi artıq yaşamır. Çünki bilir ki, bir şeyləri artıq buraxmaq lazımdır. Sən onu sıxmaqla orada bir dəyişim yarada bilməyəcəksən. Sənin zihnində baş verir hər şey və bu zihnini idarə etməyi öyrənməyə başlayırsan. Yəni, bir var ki, yox bu belə olsun, yox bu belə olsun deyirsən, amma bunu dayandırırsan və bugün əlindən gələnin ən yaxşısını edərək axışda qalırsan. Artıq özünü günahlandırmırsan, özündə səhvlər görmürsən. Axışda olmaq məsələ bu deməkdir. Qorxu və narahatlığı bir kənara qoyursan, keçmişdə qaldı və buna görə belə deyək də hardasa sənin də verdiyin, ödədiyin dərslər olub, həyatına gələn çətinliklər olub. Amma bunu da dərk edirsən ki, yəni mən bunu etdim, buna görə bunu yaşadım. Burada eyni zamanda gələn bir rahatlıq da başqalarını günahlandırmaqdan qurtulmaq olur. Çünki insan egosu hər nə qədər insan özünə qarşı özgüvənsiz, öz sevgisiz olsa da bir də çox güclü egoya sahib olur, zərərli ego. Daxildən, içdən-içə özünü yeyib bitirir, bacarıqsız olması ilə bağlı, heç bir işi bacarmaması ilə bağlı. Amma digər tərəfdən də yəni bu bir zihni ziddiyyətli bir orada təzad baş verir beynində və onun egosu da deyir ki, yox mən ola bilməz ki, mən səhv eləyim, bu kiməsə görə oldu. Və başlayır valideynlər günahlandırılır, bacı-qardaş, partnyor, iş yoldaşı, hər hansı kimsə, ətrafında olan hər kimsə davamlı başqalarını günahlandırır. Və düşünün bu da zihnimizin nə qədər təhlükə enerjisini saxlayır. Eyni zamanda qorxu, narahatlıq. Yəni burada qorxu dedikdə sən bilirsən, yəni belə qəbul edirsən ki, filan kəsin mənə zərəri dəydi, o səhv elədi deyə belə oldu. Burada zihnin qorxduğu bir mövqe olacaq. Deməli, başqaları da mənə bu səhvi yaşada bilər, mənə bu zərəri verə bilər. Ona görə belə bir daxili gərginlik olur insan həyatında. Yəni, şuuraltı dəyişmə başladıqda bir fərqindəlik yarandığına görə, sən nəyin niyə baş verdiyini öyrəndiyinə görə bütün bu daxili gərginliyi qoyursan bir kənara və bu da həyatda sənə rahatlığı verir. Və bu bizim şuuraltı dəyişimdə ən sevdiyimiz 5 güclü tərəfdən biridir. Sonra pul və imkanlar insanlara görünməyə başlayır. Belə deyək ki, bollluq, bərəkət anlayışı, ruzi anlayışı. Bu insanların həyatında gözəl şeylər olmağa başlayır. Bir hədiyyə ola bilər,
maaşda bir artım ola bilər. Yəni çox fərqli. İndi burada mənim çəkdiyim nümunələr ağlınızda o qalıb, sırf onu gözləməyinizi də istəmirəm. Yəni bu sonsuz ehtimallar okeanı kimi bir şey düşünün. Yəni o sonsuz ehtimallarda, okean belə demək, o da bir limitli olan bir şeydir. Yəni sonsuzluq qədər düşünün. Orada imkanlar var və sən artıq onları görməyə başlayırsan. Buna yolu açan bir şey də məhz o daxili gərginliyin, zehində xaosun, savaşın bitməsidir. Və insanlar pul və imkanları görməyə başlayırlar. Belə deyək ki, artıq qəbullanmağa başlayır. Qəbul etməyə başlayır. Daha çox pulu, daha çox sərvəti, daha çox rahatlığı, daha çox imkanı. Çünki o narahatlıqdan qurtuldu insan. Daxili gərginlik axı getmişdi. İndi sən daha çox pul və imkanları görməyə başlayırsan. Gözün açılır, belə deyək. Gözün açılır və sən fürsətlərin necə də bol olduğunu görürsən. Bu da ikinci sevdiyimiz güclü tərəflərdəndir. Yəni imkanları görməyə başlayırsan, fürsətləri görməyə başlayırsan. Sadəcə mən çoxlu işləməliyəm ki, çoxlu pul gəlsin. O da ki, çoxlu gəlməyəcək. Hardadır o qədər pul inancı aradan qalxır və insan həqiqətən də ruzinin, bolluq, bərəkətin bambaşqa bir şey olduğunu anlamağa, dadmağa başlayır. Çünki az olan bir şey bərəkətlənir. Heç gözləmədiyin insanlardan hədiyyələr gəlir. Heç gözləmədiyin yerlərdən necəsə sənə şanslar gəlir, oradan sənə, yəni şərt pul deyil. Hər hansı bir hədiyyə ola bilər, hər hansı bir jest ola bilər. İndiyə qədər alınmayan işinin alınması ola bilər. Heç zaman yaxşı olmadığın, rahat olmadığın bir mühitdə yaxşı hiss etməyə başlaya bilərsən. Yəni ona görə deyirəm ki, bu sonsuz imkanlarda və kimin həyatında necə olacağını heç kim bilməz. Hamımızın həyatında ən gözəl şəkildə olmasına niyyət edək. Sonra, üçüncü, münasibətlərdə artıq rahatlama başlayır. Bu da bizim şuuraltı dəyişimdə ən sevdiyimiz üçüncü güclü tərəfdir. Münasibətlərdə artıq problemlər təkrarlanmır. Çünki sən nəyin niyə olduğunu görməyə başladın. Niyə, belə deyək, bu problem artıq üçüncü dəfə, dördüncü, beşinci dəfə təkrarlanırsa, demək ki, burada bir şey qaydasında deyil. Və sən də artıq fərqindəliyin artdığına görə şuuraltı dəyişim sənin inanclarının dəyişməsi deməkdir. Sən eyni zamanda münasibətlə bağlı inanclarını da dəyişdiyinə görə bu sənin münasibətində də açıq-aydın özünü büruzə verir. Belə ki, insan özünün fərqində olduqca münasibətdə bu necə baş verəcək? Bunu həm partnyorla, yəni qarşı cinslə, həm də ailə, dostluq, iş yoldaşları ilə də belə əlaqələndirə bilərsiniz. İnsan özünün fərqində olduqdan sonra, nəyi niyə etdiyini gördükdən sonra verdiyi reaksiyalar dəyişir. Yəni sən deyək ki, öncəsində ən adi bir sözdə belə çox böyük reaksiya verirdin, çox hirslənirdin, qəzəblənirdin və mütləq ki, o anda cavab vermə məcburiyyəti hiss edirdin özünü. Yəni onu etməsən ürəyin rahat olmazdı. Və yaxud da heç kimə heç nə deməzdin, amma günlərlə içində özünü yeyib bitirərdin. Belə hallarda olur. Yəni bu təbii ki, insandan insana görə dəyişir və bu güclü tərəf münasibətlərdə özünü belə büruzə verir ki, əsas etibarilə sən reaksiyalarını dəyişirsən. Sən reaksiyalarını dəyişdiyinə görə artıq mütləq şəkildə qarşı tərəf də dəyişir. Çünki sən artıq eyni adam deyilsən, eyni reaksiyanı vermirsən və bu dəyişdiyinə görə bu şey, sən bu reaksiyanı dəyişirsən, deyək ki, hirslənmədin, qəzəblənmədin, amma qarşı tərəf də bunu görmədiyinə görə o da sənə öncəki reaksiyaları verməyəcək. Və bax, beləcə münasibətində problemlər artıq təkrarlanmayacaq. Sən sakit qalıb bir dəqiqə. Burada nə baş verir? Mən indi bu qəzəb anında, bu hirs anında dayansam, o anda zihin dayanır, deyək ki, o xaos dayanır. Hirsin bir balaca soyur və sən başa düşürsən ki, əslində burada baş verən şey bambaşqadır. Sənin şəxsinə edilmiş bir şey deyil, qarşı tərəflə aranda hər hansı bir münaqişədir və bu sırf sənin şəxsinə aid edilən bir şey deyil. Ortada bir yanlış anlaşılma var, tərəflərin egosu toqquşur. İndi hər hansı bir şey, yəni situasiyaya görə dəyişir təbii ki. Sən bunu görürsən və reaksiyanı dəyişirsən. Ən birinci şey reaksiyanın dəyişməsidir. Yəni bütün düşünün ki, münasibətdə problemlər necə yaranır?
İndi ağlınıza gətirin valideynlərlə, partnyorla, nişanlı, sevgili, evli artıq hansı mərhələdəsinizsə və yaxud da ki, iş yoldaşları ilə necə olur? Reaksiyalarla baş verir. İlk davranış şəkli reaksiyadır və sən bu reaksiyanı dəyişdiyin anda qarşı tərəfdə artıq dəyişilir. Və şuur altındakı dəyişiminin münasibətlərdə göstərdiyi bir digər dinamika isə insanın artıq hadisələri real olaraq gördüyünə görə drama queen olmursan, belə deyək. Hadisələri çox abartmırsan, böyütmürsən, qabartmırsan. Çünki nə olduğunu görürsən və başa düşürsən ki, bunu bu qədər böyütməyə, bu qədər ağlamağa, belə bu qədər təşviş yaşamağa ehtiyac yoxdur. Sadəcə bir şey baş verdi, ola bilər, indi pis ola bilər, yaxşı ola bilər, o qədər böyüdülməyəcək bir şey ola bilər. Sənin reaksiyan, sənin o şeyə qarşı göstərdiyin reaksiyaya görə beynin bunu qəbul edir və sənin anında duyğularına təsir edir. Yəni sən o qədər böyük reaksiya vermirsən, təbii ki, bu da belə deyək, kəskin bir şəkildə sənə təsir etməyəcək. Və artıq o tarazlamanı qoruya bilirsən, balansı yarada bilirsən. Yəni burada mən aqressivləşməliyəmmi? Burada necə davranmalıyam? Bunları balanslaya bilirsən. Və bu da düşünürəm ki, insan həyatında ola biləcək ən yaxşı şeylərdən biridir. Yəni düşünün ki, bütün münasibətlərinizdə gözəlləşmə başlayır. Artıq gərginlik yoxdur, artıq aqressivlik yoxdur. Yəni bu insan daha çox bunu istəyir əlbəttə ki, münasibətlər rahat olsun, yaxşı dostluqlar olsun, partnyorla gözəl, axıcı bir münasibət olsun və beləcə həyat daha da gözəlləşməyə başlayır. Daha sonra bizim şuuraltı dəyişimdə ən sevdiyimiz güclü tərəflərdən biri özgüvənin formalaşması olacaq. Özgüvən belə deyək, necə olur? İndi bunu tam açıq sizə izah edeyim. Deyək ki, öncədən olduğunuz bir ortamı düşünün və siz o ortamda heç zaman gerçək kimliyinizi göstərmirsiniz. Çünki davamlı özünüzü maskalayırsınız ki, mən burada bu cür görünməliyəm. Çünki mən olduğum kimi olsam, məni sevməzlər. Mən olduğum kimi davransam, məni qəbul etməzlər. Yəni başqa bir kimlik yaradırsınız. Bu psixologiyadakı persona anlayışı ilə də uyğun gəlir hardasa. Amma bu indi dediyim şey məkana görə də, mühitə görə də dəyişir. Yəni sən deyək ki, qrup yoldaşlarınla başqa biri olursan, iş yoldaşlarınla başqa biri olursan, evdə başqa biri olursan, bu əlbəttə bunu bacarmaq böyük bir bacarıqdır. Amma o halda ki, sən bunu fərqindəliklə edirsən və bu fərqli-fərqli kimliklərdə olmaq sənin içində bir qarmaşa yaratmır, orada bir xaos yaratmır. Sən onlara, o donları geyinib, o maskaları taxıb özünü, gerçək kimliyini unutmursan. Unutmadığın halda bu qəbul edilən versiyadır. Amma o zaman pisdir ki, sən artıq gerçəksən, kimsən, sən nə sevirdin, sən necə birisən. Bax, bunu unutmaq tam bir fəlakət anı olar. Ona görə də özünün güvən formalaşdıqda insan artıq belə deyək də şuuraltı dəyişimdə sən inanclarını bilirsən, necə olub ki, sən belə düşünmüsən, necə olub ki, elə davranmısan, bütün bu qəlibləri görürsən və bu qəlibləri gördükdən sonra özünü tanımağa başlayırsan. Yəni bütün inkişaf mövzularında, şəxsi inkişaf mövzularında bunu görmüş olarsınız. Özünü tanı, özünü gör, səndə nə baş verir, bunu anla, ruhunu tanı. Baxın, bu tamamilə o deməkdir. Əgər olduğun ortamda özünü yaxşı hiss etmirsən və hər keçən gün biraz daha özünü gərgin, biraz daha zəif, biraz daha üzgün hiss edirsənsə, bax o deməkdir ki, sənin orada özünü itirmisən. Orada müəyyən maskalar geyinmişdin, maskalar taxmışdın, rollar oynayırdın və gerçək kimliyini unuttun. Gerçəkdə sənin ruhunun ehtiyaclarını ödəmədiyin üçün bugün özünü bu qədər tükənmiş, sarsılmış, zəifləmiş hiss edirsən. Amma şuuraltı dəyişim başladıqda sən birbaşa özünə güvəni formalaşdıracağına görə bundan da qurtulmuş olacaqsın. Çünki artıq özünü qəbul edirsən və olsun fiziki ölçülərin, boyun ola bilər, çəki ilə bağlı ola bilər, burunla bağlı ola bilər, gözün, saçın, qaşın. Yəni mən təcrübəmdə insanlarla işlədikcə bütün bunların hamısına şahid oluruq ki, insanlar məsələn mənim qaşım elədir, mənim burnum belədir, qulağım belədir deyib özlərini sosiallıqdan geri çəkirlər.
bacarıqlarını göstərmirlər. Düşünür ki, mən bunu eləsəm mənə gülərlər, nə bilim necə olar? Yəni düşünün ki, bu necə böyük bir insanın özünə etdiyi pislikdir. Çünki özünə güvən yoxdur. Amma sən şuuraltı qəliblərini gördükdə, şuuraltı dəyişimi yaşadıqda özünə güvəni formalaşdırırsan, özünü olduğun kimi qəbul edirsən və insan bir şeyi özü qəbul edirsə, özü ona okey olursa, kənardan heç kim onu o şeylə yıxa bilməz, o şeylə vura bilməz. Bir məktəb ortamına, biraz toksik ətrafınız olubsa, məktəbdə, universitetdə və yaxud da ki, qonşuluqda, məhəllədə filan. İnsanları adətən, yəni belə toksik insanlarda necə təsir göstərirlər başqalarına? Bilirlər ki, məsələn, onun zəif yeri haradır? Məsələn, o artıq çəkiyə, öz çəkisi var, biraz artıq çəkisi var və bunu kompleks edir. Və bu insanlar onu anında tuturlar ki, o çəkisinə görə komplekslidir və onu məhz oradan vururlar. Zarafatlar orada ağır olur, onu incidirlər, incitməyə çalışırlar. Baxın, o insan o anda həmin o çəkisinə bağlı kompleks yaşayan insan özünü əgər qəbul etsə, o anda bir dənə zarafatı da o edər, o qəbullandığını göstərər və o toksik insanlar ikinci dəfə o zarafatı eləyə bilməyəcəklər. Çünki qarşı qala artıq güclüdür. Çünki sənin orada zəif gördüyün bir obyekt yoxdur. Çünki orada artıq bir güclənmə var. Çünki orada bir qəbullanma var və bu insanı inanılmaz dərəcədə güclü edir. Və bu sizin birbaşa auranıza təsir edir. Birbaşa. Yəni şuuraltı dəyişim yaşadıqca ən güclü tərəflərimizdən biri özünə güvənin formalaşması. Yəni bu havadan, fız-pız, kiminsə bir neçə cümləlik motivasiyası ilə və yaxud da ki, kimisə görüb həvəsə gəlməyinizlə yox, daxildən güclü bir struktur formalaşdıraraq olur. Sən özünə güvənirsən və səndə nə varsa, yəni necə yaradılmısansa, hansı biliyə sahibsənsə, zehnin necə çalışırsa, necə enerjin varsa, bunu olduğu kimi qəbul edirsən. Bunu dəyişdirmək olarmı, olmazmı? Sən bunu nə qədər istəyirsən, bu artıq sənin tamamilə şəxsi seçimin olacaq. Məsələn, burunla bağlı kompleksin var və bunu qəbul edirsən. Mənim burnum belədir. İstəsəm əməliyyat etdirərəm, istəsəm etdirmərəm. Bunun heç kimə bir aidiyyatı yoxdur. Səndəki bu duyğusal güclənməni hamı hiss edir. Sənin bu enerjin ətrafa yansıyır. Elə bir şey yoxdur ki, onu hiss etməsinlər. Hiss etməyən olsa belə bir dəfə o zarafatı edər, bir dəfə səni vurmağa çalışar. Amma görəcək ki, o qarşı tərəfdən heç bir şəkildə o siqnal alınmadı, o onu ötürə bilmədi və onu ikinci dəfə eləməyəcək. Sən artıq olursan alınmaz bir qala. Və yəni rol oynamamaq, maska taxmamaq tamamilə budur. Az bildiyin bir şey ola bilər. Məsələn, işinlə bağlı zəif olduğun bir sahə ola bilər, hissə ola bilər. Bunu qəbul edirsən. Hə, mən bunu bilmirəm. Amma bununla qalmırsan. Bilmirəm, öyrənəcəm. Nə var ki? Öyrənməmişəm, öyrənəcəm. Bu güvəndə olursan, özünə güvən. Özündə nəyinsə artı olması, çox olması, abartı olması, hamısını qəbul edirsən və düzəldə biləcəyini də bilirsən. Düzələn şey deyilsə, onunla yaşamağa hazır olduğunu da bilirsən. Və bu insanın öz dəyəri deməkdir. Səndə olan fiziki və mənəvi bütün halınla özünü qəbul edirsən və sən öz dəyərini qoruyursan, bu da sənin bütün təbiətində, yaydığın enerjidə, auranda tamamilə əks olunur və insanlar sənin bu enerjinə görə artıq davranışlarını şəkilləndirirlər. Daha sonra şuuraltı dəyişimin sonuncu, ən sevilən 5-ci tərəfi həyatın axışa keçməsidir. Artıq bu qədər dəyişimi yaşayan biri təbii ki, heç bir şeyi zorlamır, heç bir şeyə dirənmir ki, yox, bu olsun, bunu istəyirəm, bu olsun. Axışdadır, günün dadını çıxardır, həyatını yaşayır, gediləsi yerinə gedir, düşünüləsi şey düşünür. Nə bilim, gəzir, əylənir, işləyir, yeyir, izləyir, baxır, qaçır, məşq edir, rəqs edir, rəsm çəkir. Artıq fərqli-fərqli canın nə istəsə onu edir və bu həyatın dadını çıxarma anında təbii ki, həyatda ona artıq çətinliklər çıxartmamağa başlayır və sən də o gedişatda özünü dəyişmirsən.
Çünki artıq qəbullanmağı da bilirsən. Bugün bunu istəyirdim, bugün mümkün olmadı. Deyək ki, bugün planlamışdın ki, bugün gəzəsən, amma hava pisləşdi. Okey, bugün evdə vaxt keçirəcəm. Yoxsa, niyə olmadı? Mən axı gəzəcəkdim. Niyə belə oldu ki? Bir dənə gəzməyi planlamışdım, o da alınmadı. Mənim bəxtim yoxdur onsuz da. Bax, bu dəyişimə dirənmək deməkdir. Bunu etmirsən, yağış yağdı, demək bayıra çıxa bilməyəcəm. Və yaxud da deyəcəksən ki, nə gözəl, mən biraz da yağışda gəzərəm. Yəni o anda sadəcə seçimlər edirsən və həyat da seçimlərdən ibarətdir. O anda həyat sənə nəyi gətirirsə, yəni ya bayıra çıxacaqsan, ya da çıxmayacaqsan. Hansını seçsən, onu yaxşı hala gətirirsən. Yəni evdə qalıb bütün günü eləməkdənsə, o anı dəyərli edirsən, film izləyirsən, kitab oxuyursan, bir təlimə qoşulursan, nə isə bir şey edirsən, o anı dəyərli keçirirsən. Çünki sən burada yəni şuuraltı dəyişimin baş verməsi sənin davranışlarının da avtomatik dəyişməsi deməkdir. Davranışın dəyişir. Sadəcə düşüncədə qalmır. Seçimlər edirsən, bu seçimlərə uyğun da hərəkətlər edirsən. Yəni, belə toparlayaq ki, şuuraltını dəyişdirirsən, şuuraltının dəyişməsi sənin davranışlarının da dəyişməsi deməkdir. Böyle baxacaqsan ki, mən əvvəl belə bir şey baş versə, bütün gün mızmızlanardım, deyinərdim, ağlayardım, keyfimi pozardım, heç bir şey də etməzdim. Günümü bomboş və üzücü keçirərdim. Baxırsan ki, mən elə etmədim ki, mən başqa bir məşğuliyyət tapdım özümə. Necə maraqlı keçdi. İlk dəfədir ki, yağışlı bir gündə mənim evdə vaxtım çox gözəl keçdi. İndi bu çox sadə misal oldu. Biraz həyatın içindən daha çətin şeylər deyək. Deyək ki, iş yerində biraz çətin gün oldu. İşi çatdırmadım, neysə bir diqqətsizlik elədin müdiriyyət tərəfdən. Biraz aqressiv bir reaksiya gördün, amma qəbul edirsən ki, bu sənin səhvinə görə oldu. Axı şuuraltı dəyişimdə artıq insanları da günahlandırmırdıq. Xatırlayın, bu barədə danışmışam. Və başa düşürsən ki, sənin səhvində artıq insanları günahlandırmırsan. Okey, mən bunu səhv elədim. 2 yol var. Başlayırsan müdiriyyətə deyinməyə öz içində, amma üzlərinə yox. Öz içində deyirsən ki, bunlar da işi bilmirlər, neyniyim, insanam da, olar. Və başlayırsan çox belə utopik səhvlər tapmağa, özündən səhv uzaqlaşdıracaqsın. Axı eqon qəbul etmir ki, necə yəni mən səhv eləyim. Çox belə yeri olmayan bir problemlər yaradırsan zehnində ki, bax buna görə belə oldu, siz onsuz da özünüz də bu qədər səhv eləyirsiniz. Yəni gerçək şeydən uzaqlaşırsan. İkinci seçim isə, yaxşı, başa düşdüm, oldu, bir daha olmamağına çalışacağım deyirsən və həqiqətən də buna keçirsən. Gedirsən, araşdırırsan internetdə və yaxud da ki, bununla bağlı səni kim öyrədibsə, üstün varsa, rəhbərlik varsa, bunu necə aradan qaldırmaq olar? Mən necə edim ki, bunu bir daha təkrarlamayım? Mən bu şeyi zəif edirəm. Bunda güclənməyim üçün nəyi oxumalıyam, nəyi etməliyəm, nə də təkmilləşməliyəm? Bunun üzərində düşünürsən və nə günün bərbadlaşmır. Görürsünüz, şuuraltının dəyişməsi davranışa necə təsir göstərir və avtomatik dəyişən davranışlara görə sənin həyatın da dəyişməyə başlayır. Çünki burada həyat axacaq. Sən birincidə mızmızlandın, deyindin, kənarda qaldın və o səhvi növbət dəfə etməmək üçün heç nə etmədin. Amma digər artıq avtomatik dəyişən davranışında sən başlayırsan araşdırmağa, öyrənməyə, bunu bir daha etməməyə, daha yaxşı işi ortaya çıxartmağa çalışırsan. Və burada nəticə necə olacaq sizcə? Əlbəttə ki, daha yaxşıya gedəcək. Sırf o anda, o həftə, o ay olmasa da, o an öyrəndiyin o şey, o səhvindən öyrəndiyin şey sənin karyeranda çox önəmli bir mərhələ olacaq. Budur, seçim budur, dəyişim budur. Şuuraltı dəyişir, reaksiya vermə anı gəlir və sən orada artıq davranışını dəyişirsən. Sadəcə şuuraltında dəyişmək ki, mən layiqəm, nə bilim, yaxşı şeylər yaşayım, yaxşı şeylər yaşamağa layiqəm. Okey, bunu çox insan deyə bilər, amma bunu davranışda real olaraq göstərmək lazımdır. Yəni sənin şuuraltın dəyişəndə davranışların dəyişəcək. Onu qoruyub saxlamaq isə sənin iradəndən asılıdır. Və belə, şuuraltı dəyişimin ən sevilən 5 güclü tərəfindən danışdığımız, əlbəttə ki, bundan çox danışmaq olar. Mən sizə 5 bənddə bununla danışmaq istədim və ümid edirəm ki, siz dinləyənlər də mütləq həyatınızdan bir parçanı, bir hissəni gördünüz. Yəni ki, ümumiyyətlə belə ümumiləşdirə bilərik. Bizim həyatımızı dəyişən şeylər sadəcə
pozitiv danışım, sadəcə xoş söz danışım şəklində olmur. Çünki şuur altında qalıqlanmış, yığılmış çoxlu sayda inanc var və bizim daha dərin işləməyimiz lazımdır. Dildə hə mən əlayam, bu günüm əla keçəcək demək əlbəttə ki, bu da böyük bir başlanğıcdır, amma irəliləyən dönəmdə bu artıq səni qane etməyəcək və daha dərinə enməli olacaqsan. Bax, o dərinə enməli olduğun yer şuur altının dəyişməsidir. Oradakı inancların dəyişməsidir. Şuur altı dedikdə sənə mistik bir şey gəlməsin. İndiyə qədər yaşadığın, uşaqlıqda gördüyün, yetişkinlikdə, gənclikdə, yəni bu gün yaşın neçədirsə, bu günə qədər, bu podkastı dinləyənə qədər yaşadığın həyat, orada yaşadığın, gördüyün, eşitdiyin, hiss etdiyin şeylər orada yığılıb qalır və sən o duyğulara görə müəyyən inanclar formalaşdırırsan. Və onlar bizim həyatımızı formalaşdırır. Dünən, bugün nə hiss etdin, nə yaşadın, nə düşündün, sənin sabahını yaradır, təmin edir, formalaşdırır. Ona görə də çox diqqətli olmalıyıq. Əgər həyatınızın dəyişməyini, gözəlləşməyini, şuuraltınızın dəyişməyini istəyirsinizsə, sadəcə pozitiv cümlələr kifayət etməyə bilər. Daha dərinlərdə şuuraltını dəyişmək, inancları dəyişmək lazımdır. Elə həyatın dəyişimi də məhz buradadır. Təşəkkür edirəm. Suallarınız varsa rəydə yazarsınız, cavablayacağım.